Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Paytaxtın Baylı qəsəbəsində yerləşən gecə klublarının birinin qarşısında qətl hadisəsi baş verib. Hadisə yanvarın 1-də gecə saatlarında qeydə alınıb. Məlumata görə 32 yaşlı Emil Rəcəbli ilə 36 yaşlı şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı Emil Rəcəbli bıçaqlanıb. O xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Məclisə polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin baş verdiyi obyektin administratoru Rəşad Məmmədovun sözlərinə görə Emil Rəcəbli 5-6 il əvvəl bu obyektdə mühafizəçi kimi iş çalışıb. Hadisə baş verən gün Emil bizdə müştəri idi. Mübahisə obyektin daxilində deyil, çöldə baş verib. Bu xoşagəlməz haldır. Heç kim belə bir hadisənin baş verməsini istəməzdi.